Bismillahirrahmanirrahim. Beyin mühəndisliğinə qarşı Türkçə əski kitablar proqramının 445-ci B bölümün başlayırıq. Bir neçə dəqiqə bundan öncə bəlkə bir saniyədən də az müddətlik kəsildi. Onun üçün internet kəsildi və ehtimalən Instagramda kamilən danışığımız aradan getdi, amma YouTube-da qalıbdı. Bəli, biz xülasə olaraq deyəcəyik ki, bunları nə oxuyuruq? Oradan devam ediyoruz. Envarul Qulub. Adını qoyublar Envarul Qulub. 400 səhifəlik üst-üstə bir kitabdır və hər səhifədə 19 sətir yazılıbdır. Biz bundan əvvəlindən dedik ki, bu kitab Hacı Muradundur ki, 1085-də bu kitabı alıbdır. Ehtimalən ondan qabaq bu kitab ayrı adam deymiş. Sonra bu kitab Kəmankeş Əmir Xacənin vasitəsilə vəqf olubdur və bu gün bizim əlimizə gəlibdir. Kitab yarımçılıq qalıbdır. Həm əvvəldə Bismillahı yoxdur, həm də axirdə, yenə burada bir dəfə də göstərirəm, axirdə cümlə yarımçılıq qalıbdır. Oradan bildik ki, bu kitab yarımçılıq qalıbdır. Amma kitabın əvvəldən başladıq. İkinci səhifəni də oxumuşduq. Yəni bu birinci səhifəni oxuduq, ikincisini də oxumuşduq ki, bərk oxumuşduq. Üçüncü səhifədə idik ki, bərk getdi və biz qaldıq. O yerdən ki qaldıq, oradan davam edirəm. Dostlar ki, istəyələr kitabın o birisi bölümünü görələr, ora müraciə edə bilərlər. Nəzm. در بحر پادشاهی قطب چرخ سلطنت قطارده. O nəzmi ki deyəcəkdik bu deyildi. Nə idi qalanı? مایه لطف الهی مایه فضل و هنر padişah bəhr və bər. İstir o şaha desin ki, kimin zamanında dedi ki, mən çoxdan da bir kitab var, adı Məsabihdir, fars dilindədir, türklərə heç faydası olmadığı üçün mən göylüm istirdi bunu türkçəyə tərcümə edeyim ki, türklər də ondan fayda götürsünlər. Amma ruzigar, çətinlik, işsiz, pul, yaşam qoymurdu bunu iş görən ta inki şah gəlib ortaya və buna belə bir köməklik eləyibdi, yazsın. O şahın adını desin, istəyirəm oranı oxuyaq. Padişah, əlbəttə çox uzun deyibdir. Yəni o birisi səhifədən də ta ol zamanədəkin ki Sultan Səlatin Cahan basit بساط امن امان بانی مبانی عدل و داد سالک مسالک رشد و سداد مهر سپهر جود و نوال خورشید عالمتاب اوج کمال نظم خداوند مقبل شهنشاه عادل جهاندار مقبل شد دادجستر شه دادجستر قطارده شیر بیشه شجاعت دلاوری پلنج کوه سلابت جنگاوری شیر بیشه شجاعت و دلاوری پلنج کوه سلابت جنگاوری در یکدانه صدف شهریاری لؤلؤ لالای دریای چامچاری مایه راحت و امانی سایه حضرت سبحانی نظم در بحر پادشاهی قطب چرخ سلطنت قطارده مایه لطف الهی مایه فضل و هنر پادشاه بحر و بر burada ərəbcədir. البحر الندی تود العلا آفتاب سایه‌ور و کهف الورا خیر البشر پادشاه ولی نعمت شهنشاه سکندر عزیمت مفیز انواع نعم و عطایا معین کافه امم رعایا مالک رقاب الامم مولای ملوک العرب و العجم صاحب الخلافت فی الآفاق و والی اقالیم العالم بالاستحقاق سلطان المشرقین خاقان الخافقین از سلطان ابن سلطان احمد خان ابن سلطان محمد خان çağ kim oldu pəs? İndi çağı yazaq. Çağ oldu Sultan Ahmed Xan
احمد خان ابن سلطان محمد خان أيد ارکان سلطنته به تأیید الملک المنان حضرتleri zerre perverlik ve xurşid gösterlik edip bu çeminesine nazar merhamet ve dide ra'fet birle nicah etti ve layık hidmet âli rütbeti bilfiil xanesinde muqim olan xuddam zül ihtirami silçine insilâke ferman و آنن فآنن تربیتی شاهانه و نوازش پادشاهانه ایله ممتاز و سرفراز اقران eylədi. Şah alıbdı dərbara. Gəl burada işlə. Və caygir zəmirüm olan əmr xətirə ərbab dövəl mülləhəmun muktezasınca indallahi Teala mülhem olup ol esnada kitabı mesfurun tercümesini bu fakir çembezaat ve hagir galilur ra'y zayıful istitaate ya ferman edip şeref imtisaline mübadiret eyle. Behemdullah Teala teşerrüf hasıl oldu. Lakin kitab mezkurun neçə məvazi'i kütüb mütebereye muhalif olmaq ilə farslar həmişə şey edirlər də kitabı değiştirirlər. Bu adam deyir ki yəni kitabın içində şey vardı. İslamın əsillərini təhrif eləmək vardı. Lakin kitab mezkurun neçə məvazi'i neçə yerdə kütüb mütebereye muhalif olmaq ilə eyni ilə tərcümə olmayıb. Kitabın özünü eynən tərcümə eləmədi. Değişdirdi. Məsail kəsirəsi təğyir bir çoxunu değişdirib. Və üləma-i ehtimalən burada bir şey yazıb və oxuya bilsəm. Üləma-i kəxar yerk müsənnifatından və üləma-i bəhar yerk nədir? Mən oxuya bilmirəm nə olacaqdır. Və üləma-i səxa və üləma-i səxa rirək bilmirəm nə oxunar. Rirək müsənnifatından əxs etdigüm. Ehtimalən bunlar kitab adıdır. Mən biri bilirəm bəhar ola bilər, amma o yerək nədir? O da olmaz. Bilmirəm nə oxuyaq bunu. Müsənnifatından əxs etdigüm üzrə təhrir olunub. Hər halda bir ayrı kitablardan deyir ki, mən ayrı bir şeylər ələ gətirmişəm, onun üzünə yazdım. Əksər fusulində neçə məsail mühümməyi ziyadə ilhaq olunmuşdur. Bir çox da ona izafə eləyibdir. Mütəvəqqidir ki, muvafiq rizai ilahi və mutabiq ra'y aləmarای şahi olub bu fəqirin səyi indəllah məbrur və huzur cənab-ı səltənət əlliyyədə məşkur ola. Zehi padişah zillullah ki ünfivan şəbabində rizai ilahiyə mərai olub səlatin ruy zəminin cümləsindən bərtər və subat nişəyi və subat neş'eyi fi ibadetullah sirrinə məzhər olmuşdur. Zehi quvvəti qahirə və sətvəti bahirə ki senin və əvam və şuhur və əyyamdən
بری ایگا و نائره فساد و اهلاک هر سو نسل معتاد olan جروح بغی و inadi سریر سعادت مسیره جالس و بخت بیداری عالم و عالمیانی حارس olduktan sonra müteəssifانə görürsünüz ki, keçən səhifədə eyni elə bu sultandan, yəni hansından əgər yadımda qalsa, burada oxumuşduq. Fikir edirəm ki, bu kitab idi. Miftahus Səadət ki, Əbdüləziz ibn Mola ər-mərhum Şeyxülislam Səəduddin yazmışdı. O da tərcümə eləmişdi, amma adını tərcümə qoymuşdu. O halda ki, tərcümə deyildi, siyasi bir kitab idi. O da yenə elə Sultan Əhməd xan ibn Sultan Məhəmməd xan dövründə yazmışdı və o da yarımçıq qalmışdı. Həm əvvəli, həm axiri yarımçıq qalmışdı. Burada da aynı ittifaq düşübdü. Nədən isə mənim ehtimalı, ən yuxarı ehtimalım budur ki, Sultan Əhməd xan Allahın rəhmətinə gedibdi, ya qətlə yetişibdi, ya şəhadətə yetişibdi və cümlə belə yarımçılıq qalıbdı. Cümləni qurtarmayıblar. Ki, əlbəttə keçənki kitab çox 40 dənə də məpəsini yazmışıq. Orada bir dənə də balaca ona bir şey düzəltmişəm. Poster, dostlar istəsələr ən azından onu görüb bu kitabla tanış ola bilərlər. Bu da aynı padişahın neçə yüzyıl bundan qabaq olur. O padişahımız 1-ci Sultan Əhməd hesab olur. 1-ci Sultan Əhməd 443 il öncə əgər səhv eləmirsəm, fot olubdu. Əgər səhv eləmirsəm. Tarixi burada o cür yazmışam, amma məncə bu kitabda aynı zamanda olacaqdı, amma baxaq. İndi şahın adını gördük. Mən burada bunu biraz xülasəsini burada yazdım bu şeyə. Bu gün bunu çevirək. Bugün bir əl yazma ilə tanış olmağa çalışırıq ki, Farscadan Türkçəyə tərcümə olmuş ya mütərcim kitabın 4-cü səhifəsində bu açıqlamanı gətirib ki, Farsca yazılan Məsabihül İman kitabının bir çox yazıları əski və müsəlman alimlər arasında yaygın olan bilgilərlə müxalif olduğundan o bölümləri doğru inandığı konularla değişdirib. Aynı halda bir çox
konuları da tercüme ederken əlavə edib. Əlavə edib, tamam. Ona görə də ehtimalən kitabın adın değiştirərək Ənvaril Qulub edibdir. Bu bir. İkinci konu isə kitabın yarımçıq qalmasıdır. Bu kitab Sultan Əhməd Xan ibn Sultan Məhəmməd Xan çağında qələmə alınıbdır. Həm kitabın başında Bismillahirrahmanirrahimə yer qoyulub yazılmayıb. Həmidə kitabın son səhifəsində cümlə yazar fürsət tapmamış ki, əlində qələmlə yazdığı cümləni bitirsin. Cümlə yarımçıq buraxılmışdır. O cümləni yazaq burada ki, İlkən ana söylə görəlim o kimsənə, əgər filanə söylə. Bunu beləsi kiçildək ki, görüm nə yazır, burada onu yazaq. Tamam, dedi ki, əgər filanlə söyləşməyim söyləşməyim diye yemin etmiş olsa ba'dehu uyguda iken ana aka
söyləsə, 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 görəlim kimsə nə bu cümlə burada bitmiş və yarımçıq qalmış. Cümlə bitməmiş, kitab burada bitmiş. Bu burada kitab bitmiş və cümlə belə yarımçıq qalmış. Tamam, bunu indi yazdıq. Daha nə yazdıq? Bu əlyazmanın bir sahibinin adı Hacı Murad Bəkdir ki, 1085'də bu kitabı almış, amma sonralar bu kitab Hacı Kəmankeşi Üsküdari vasitəsilə vəqf Üsküdardakı məscidi cami Validə Ətiqə vəqf olmuş. Kitabın cilddən kənara 398 səhifəsi var. Hər səhifədə 19 sətir yazılıbdır. Türkcə çox gözəl və oxuna biləcək xətt ilə yazılmış və kitabda rüzgarın çətinliklərindən amanda qalmışdır. Bu sultan kimdir? Neçə il bundan əvvəl yaşamış? Yazar haqda bilgilər varmı? Əcəba
bu əlyazma elmi və araşdırma mərkəzlərində tanınmışmış. Bu sizin buna məşğul olsun. Biz kitabımızdan biraz oxuyaq, biraz tozih verdik. Əlbəttə ki, bu çox önəmli bir şeydi. Mən bunu götürüm burada bu birisi şeylərə də verim ki, onlar da bunun üstündə işləsinlər. Tamam. Kitabımızın qalan səhifələrinə qeydək və oxumağa çalışaq. İndi əgər tapa bilsək, biz bildik ki, bu kitabı Sultan Əhməd xan Sultan Məhəmmədin zamanında yazıbdır. Bunu bildik. İndi mən burada əgər tapsam, bəli, buradaydık, burada qalmışdıq. Dedi ki, Xaqanul Xafiqeyn از سلطان ابن سلطان سلطان احمد خان ابن سلطان محمد خان عبد ارکان سلطنته به تایید الملک المنان Həzrətləri zərrəyi bunu oxumuşduq, gəlmişdik bu birisinə. Bəli, bu birisi səhifəyə gəlmişdik və burada da uləma-i Bəxarın müsənnifatından hər nədir? Bihar, Yərk, ehtimal verirəm kitab olalar hər ikisi, amma mən bilmədim bunu. Müsənnifatından əxz etdiyim üzərə təhrir olunub. Əksər fusulində neçə məsail mühimmə ziyadə ilhaq olunmuşdur. Mütəvəqqidir ki, muvafiq rizai ilahi və mutabiq rəy aləmarای şahi olub, bu fəqirün səyi indəllah məbrur və huzur cənab-ı səltənət illiyyədə məşkur ola. زهی پادشاه ذلالله که انفوان şəbabində rizai ilahiyyə mürai olub salatin ruhi zəminin cümləsindən bərtər və subat innişai fi ibadətillah sirrinə məzhər olmuşdur. Zehi quvvət-i qahirə və sütvət-i bahirə ki sinin və əvam və şuhur و əyyamidən bəri ایگا و نائره فساد و اهلاک حرس و نسل معتاد olan جروحی بغی و اینادی سریری سعادت مسیره جالس و بخت بیداری عالم و عالمیانی حارس olduktan sonra zamanı Galili'de bir bad müsirri küfrü ilhad müsirri küfrü ilhad ve müzirri قوانین rüşd sidad olan küffar و فجار و قزلباش بدنهادی طعمه شمشیر جهاد دب وجود جناب اولوlerin خاکی سیاه یکسان خبائستی üzrəm vücudi xabasəti oldu indi. Vücudi xabasət ululərin xaç siyahə yeksan və sər-bi dövlətlərin turab-i məzəllətdə qəltan eylədi. Burada da bizə də işarə edir ki, bizim də nəslimiz qızılbaşdır, danmayacaq. Əlbəttə ki, Türk dünyasında rəqabət çox olubdur. Hakimlərimiz Azərbaycan və o birisi yerlər, yəni daimən əsli gücü kim əlində tutsun, onun üstündə savaş olubdur. Ailələr gəliblər, ölüblər, gediblər, savaşıblar. Təəssüflə Türk dünyası daimən belə bir savaşların içindeydi. Hala da o savaşı yaşırıq. Yəni bunu deyənlər bu gün yoxdur. Bu günləri Türk dünyası niyə birləşə bilmir? Çünki o siyasətin başında duranlar hər kəsən istəyir ki, ən azından özünün o olduğu yerdə gücünü hifz eləsin. Əgər bunlar gəlsələr, bir çətr altına girsələr, bəlkə biraz zəiflərlər, bəlkə. Amma ona da bu günləri federal sistemi vardı. Qabaqda da Osmanlıda və Azərbaycanda, yəni həman Qızılbaş dövründə, yəni Səfəvi dövründə, Nadir dövründə
Allah Teala hamısına ölüblər, gediblər, Səfəvi olsun, Osmanlı olsun, Nadir dövrəsi olsun, ya o birisi Həratdaçılar, Hindistandakılar, Çindəkilər. Allah hamısına rəhmət eyləsin, ruhları şad olsun. Ölüblər, gediblər. Onlardan bir güzel şey vardı. Bir federalizm, bu günləri federalizm deyirlər. Çünki bu Avropalılar, Amerikalılar bunu indi yaşadığı üçün bizə cəlib gəlir. O halda ki bizim dədələrimiz bunları yaşayıblar öncədən. Və bu siyasetin her şeyi bizim tariximizdə var, yazılarımızda var, amma oxumuruq, bilmirik, özgənin gedirik özgənin qapısında dilənməyə. Məncə bir elə o qədim Osmanlıda və ya Səfəvidə, ya əslən küllən bunlarda hamısında bir sistem vardı ki, bir dana üstə başda xəlifə var, ya bir böyük sultan var ki, həm xəlifədir, həm sultandır. Onun altında da sultanlar var. Kiçik məhəllə, hər kəsin öz bölgəsində şey edir. Məsələn, bu günləri bənzəsək, Sazimani Milal kimi bir sistem yaratmaq olar. Ən başda bir Sazimani Milal olar. Aşağıda da bir hər kəsin öz dövlətini öz məhəllində apara bilər. Amma Türk dünyası və İslam dünyası da yarana bilər ki, böyük bir gücə gedək və bu qanlı dövrandan ki, indi mən mötəqidəm, bu qanlı dövrəndə biz doğuruq. Müsəlmanlar və türklər doğur. Biz indi 100 il çəkə, 200 il çəkə, 300 il çəkə, 500 il çəkə biz buradan bir rönesansla qalxacağıq. Ayrı çarəmiz yoxdur. Amma biz buradan qalxacağıq və yenə bir gücə əl tapacağıq və övladlarımız bizim yenə bir güclə sülh-ü səfanı iradə edib yaşayacaqlar. İnşallah. Nəzm məhv olubdur sər şəmşir cəhangir küləh, lövh aləmdə olan nəqş zəlal tuğyan, qaziləri pay səməndin yenə hənnalidir. Hənnalidir, xınalı. Xun ədای odəm eydilər seyl revan. İhtimalən şeirdir, mən amma oxuya bilmədim. Xun ədای odəm eylədilər seyl revan. Bir sultan səadət nişandır ki, əyyam səadət və hingam səltənətdə fisk و fucur və məd'ü şurur cəhanda nabud و napida, bəlkə mücərrəd bir ism bi müsəmma qalıb. Xəlq aləmdən ixtilaf və sükayini və ila və itlaf و yeganeciyə mütəhəvvil olub. Gərək səhrada cüsüfəndi səbtan ehtimalən beləsi və şir ahuyə pasban olmuşdur. Gürc səhrada, gərək oxudum, qələtdir. Gürc səhrada cüsüfəndə şəban və şir ahuyə pasban olmuşdur. Və bil cümlə əyyam məədələtində zəlami zülm və e'tisafi dəndəli sığına, üç dəndə sığına, nuxtəli, üç dişli sininə və e'tisafi şəşəi ədd و insafi ilə münədim olmuşdur. Və bünyad curi و بیداد, curi və bidad qəvaid nisf و dadi münhədim olmuşdur. Beyt. Dövrükədə kimsə çərx sistəmgərdən ağləməz. Bir dövründə olacaq. O kədə ki vardı, kədə oxudum, dövründə. Dövründə kimsə çərx sistəmgərdən ağləməz. Bişər edirsə əgər çəng neyo fəqan. Bir şəhriyar ədalət unvanıdır ki, aftab aləmtab dəst diraz olduğu üçün خوف تیغیندن لرزان و آتش پر التهاب بادی سوز و جداز olduğu için vəhm səhmindən ayin و آهن و سنج itrə nəhal olmuştur. Və dəbdəbə-i çus istişhar və təntənə-i seyt
صیت و صدای جیر و دارندن، کاخی سماخ دشمن، دوژم بلچه نه گبه چارخانی عالم، سرتابا تolmuştur. Beyt. Gir و دار لشکریnden پرتذلل şerq غرب، ضبط و ربطی کشوریnden müntezem حال انام. Beyt qutardı. Mən burada təqribən bugünkü ləhcə ilə oxuram. Bilmirəm ki, əskidə məsələn çılar nə cür oxunurdu. Onun üçün bilmədiyim üçün məsələn mən burada oxudum ki, ləşgərindən, amma bu ləşgərikdən yazılıbdı. Kafla yazılır. Mən nun oxuram, nun qunə deyərək oxuyuram, gedirəm. Və bu da göstərir ki, biraz o Uyğar deyirəm. Cığatay türkçəsi təsirini burada görürük. Kəlmələrdə dana-dana, həm kəlmələrində, həm şeyində görürük bunu. Bir Süleyman zamandır ki, fitne siyahkari parivar، زجاجه چشم خوبان ایتره محبوس، و bir یوسفی صداقت عنوان درچه، حسن توجه زلیخای پیر جهان، منصه جمالی üzere نوعروس etti. احکام گرایی اجرا etmekle تحصیل رضای الهی و تقویت سنت رسول علیه السلام ile احراز ثواب نامتناهی قلوب و بالجمله توفیق ربانی و تأیید سبحانی بدرقه طریق olmakla مسلک خلفاء راشدینه gitmiştir. اyyedallah dövletehu ve khallede saltanetehu و جعل خیام تناب خلافته مشدده به اوتاد الدوام و رایات اقباله منشورة بریاه ظفر الى یوم القیام، انه قاضی الحاجات و مجیب الدعوات. نظم. الهی غزی ذاتون haram sütün dahi zatı. Bunu okuyabilmedim. Ne olacaktı? Haram sütün ya haram sütün ya haram sütün böyle bir şey okunur ama dahi zatı sıfatın haramiyeti üçün anın haqqı ki oldur şah-ı lolak olup tesbihi daim ma arafnak که شاهنشاهه verip ömrü sermed sariri saltanette tut muayyed edip cümle muradın mehya anın esbab işin kıl mehenna pur olsun zikr xeyri ile alem به حق حرمت حوا و آدم جهان دارنده باقی ایل نامن الهی عزتün izzeti hakkıtün amin. Çünkü bu kitabı mesail dini mübin ve şer'i metine müteallige olup baisi tenvir kulub ümmü afham ve mucibi izali zalam و şukuk اوهامıdır. Felacerem Envarul Kulub ismi ile müsemma edib. Envarul Kulub kitabın adı dedi ki Farsçadan tercüme edirəm və çox o Farsçanın bir çox mətləbini qəbul eləmirəm. Onların yerini dəyişdirəm. Bir çox mətləb də özüm əlavə edirəm. Onun üçün bir ayrı kitab olur bu. Doğrusu da budur ki, bir kitaba ki əl apardınız, hətta bir kəlmə, o kitab ayrı kitab oldu. Felacerem adı nedir? Envar Kulub. Kitabın adı pəs əsl adı Envar Kulubdur. Bunu burada tamam. Felacerem Envar Kulub ismi ile müsemma edilib مقصود شروع olundu. والله تعالی بتحقیق الاعمال الجدیر و بهی استعین و هو علی کل شیء قدیر.
Fehristi, fehrist değil, fehrisi kitabı این است. فهرست kitab این است. Acaba bunu sonradan yazıblar ya sonra elə bu özü yazıbdı, hər halda beləsi bir cümlə yazıbdı. Əvvəlki fəsl təvhid və mərifət bəyanındadır. Ben bunları bir burada elə yazım, çox da vaxtımızı geçməyək burada. Sonradan ki eləyə bilək buradan cəlib çox fayda. Nə oldu? Niyə beləsi oldu? Tamam, bura gələcəkdik. Və bu da bura olacaqdı. Tamam. Envarul qulubun fəslləri belədir. Nədir? Görək nədir? Fəsl əvvəl təvhid və mərifət bəyanındadır. Təvhid və mərifət nə deməkdir? İkinci fəsl imanın ovsafı. İmanın ovsafı. İstəyirəm ki, imlasını da eyni öyle özü necür yazır, özür dileyim. Üçüncü fəsl didar bitun o həməni bəyanındadır. Didar bitun o بیچگونه دیدار بیچون و بیچگونه bilmirəm nə deməkdir. Dördüncü fəsl Məhəmməd Mustafa sallallahu aleyhi və səlləm sair peyğəmbər üzərinə fəziləti. Məhəmməd Mustafa sallallahu aleyhi və səlləm sairi peyğəmbər üzərinə fəziləti. Altıncı fəsl, beşinci fəsl Həzrəti Qıranın sairi kütüb üzərə fəziləti bəyanındadır. Həzrəti Qıranın sairi kütüb Qur'anın, Həzrəti Qur'andır ehtimalən. Həzrəti Qur'anın sairi kütüb, bəli, sairi kütüb üzərə fəziləti. Altıncı fəsl sünnət-i cəmaətün şəraiti. Sünnət-i cəmaətün şəraiti. Yedinci bəhs kələmi-i təyyibənin fəziləti. Kələmi-i təyyibənin fəziləti. Səkkizinci baz namazın fəzaili. Namazın fəzaili. Çedruq o birisi səhifəyə. Dokuzuncu fəsli. Bu neçinci oldu? Dokuzuncu fəsl namazı cəmaətlə qılmanın fəziləti. Namazı cəmaətlə qılmanın fəziləti. 10-cu fəsl əzanın fəziləti. Əzanın fəziləti. Mən fikirlərim ki, bu fəzilət sözünü kopya eləyim ki, elə yavaşcana
şey eləyim, bu çox işlənəcək elə bir. On birinci fəsl Ab dəstün əhkami. Ab dəstün əhkami. 12-ci fəsl abdəsti yüzən nəsnələr, bozən nəsnələr. Abdəsti bözən nəsnələr. 13-cü fəsl bu necə oxuyub? Ənlik əhkami. Guslün əhkami. Guslün əhkami. Guslün əhkami. 14-cü fəsl mai mütləq ilə mai müqəyyədün bəyani. Mai mütləq ilə mai müqəyyədün bəyanı. 15-ci fəsl əgər bunu oxuyub bilsə əhkamın bəyanı nə mənədir? Yeməmək yox. Fəsl mai mütləq ilə mai müqəyyədin bəyanı və ondan sonra nə yemək əhkami. Nə yemək əhkami. Oxuya bildiğini. 16-cı fe'l od və ki məs eyləmək. Nə mənə? Adını məs eyləmək və ya adun. O alif dav və odunə məs eyləmək. Nə yemək, tamam. Ondan sonra odu ki odunu məs eyləmənin bəyanındadır. Adu ki aduna alın olacaq, adun yazıb məncə ehtimalən eylə. O məs sözünü yazacaqdım. Necə oldu? Məs eyləmək. Eyləməlik. Aydad. Getdi bura, mən gərək gözləyəm şey olsun, davam eləyəm. Məs eyləm ling bəyanındadır. 17-ci nəmazın ovsafı. Nəmazın ovsafı. Məsələn, burada bu kafları çox işlədibdir. O birisilərdə bu qədər kaf işlənmirdi ki, bu işlədir. Nəmazın ovsafı. 18-ci fəsl nəmazın əhkam-ı ərkani. Nəmazın əhkam-ı ovsafı. Tamam. 19-cu fəsl nəmazi bozən nəsnələr. Nəmazi bozən nəsnələr. Bozən nəsnələr. Nəmazi bozən nəsnələr. Yirminci fəsl fot olan nəmazın qəzası. Fot olan nəmazın
Qəzası. Fot olan namazın qəzası bəyandadır. 21-ci fəsl səcdə-i tilavət. Səcdə-i tilavət bəyanındadır. 22-ci fəsl səfərün nəmazı. Səfərün nəmazı bəyanındadır. 23-cü fəsl cümə nəmazı. Cümə nəmazı bəyanındadır. 23-cü fəsl, niyə burada yenə 23-cü yazıbdır? Salat-ı İdin bəyanındadır. Salat-ı İd. 25-ci fəsl 2 dəfə bunu 3-cü yazıbdır. Da bilibdir ki, iştibah yazıbdır, onu düzəltməyib. Elə gedib 25-ə. Fəsli cənazə nəmazı. Cənazə nəmazı. Cənazə nəmazı bəyanındadır. 23-cü fəsl cənazə nəmazı. Tamam. 26-cı fəsl Sovmi Ramazan. Sovmi Ramazan. Oruçluq. Türkçəsi oruçluqdur. Bəyanında 27-ci fəsl zəkat-ı əmval. Zəkat-ı əmval. 28-ci fəsl fəzail həcc. Fəzail həcc bəyanındadır. 29-cu fəsl tilavət Qur'an. Tilavət Qur'an bəyanındadır. 30-cu fəsl salavat şərifə fəzaili. Salavat şərifə fəzaili. 30-cu oldu salavat şərifə. 31-ci fəsl duanın gedək bu birisi səhifədə görək ki, onun davamı gərək fəziləti. Duanın fəziləti. Nə oldu burada? Duanın nədir oldu bu? Fikirlərim ki, iştibah elədik. Duanın fəziləti. Tamam. 32-ci fəsl təqvanın fəziləti. Təqvanın fəziləti. 33-cü fəsl 10 gecənin fəziləti. 10 gecənin fəzaili. Bəyandır. 34-cü fəsl qəzəb yutmənin və zülmün uqubəti. Qəzəb yutmənin və zülmün uqubəti bəyanındadır. 35-ci fəsl üləmanın fəzaili bəyanındadır. Üləmanın fəzaili. 36-cı fəsl valideynin hüquqi bəyanındadır. Valideyn. Əgər tapsam valideynin hüquqi
bəyanındadır. 37-ci fəsl quşmuqun hüquqi bəyan. Qomşunun qomşun bəlkə də muşun. Biraz qomşu həmin qomşu olacaqdı, amma bir dənə bunun kafı vardı. Qoqmuşun. Qoqmuşun. Bəlkə də qoxmuş. Görək o nə olacaqdı? Qoqmuşun hüquqi bəyanı qomşunun hüquqi bəyanındadır. 38-ci fəsl ma tərəküssəlatun uqubəti. Ma tərəküssəlatun uqubəti. Bu günləri bizim burada hesabı yağış yağır dostlar. İndi təqribən dolu kimi düşür, amma dolu deyil. Yağışlı, bəli, yekə-yekə düşür. Bizim də buradan baxanda minlər cür əhmişəm mən burada. Onu suvarır, sağ olsun. Səlatun Moterək 39-cu qeybət söyləmənin uqubəti. Qeybət söyləmənin uqubəti. 40-cı fəsl hüməzaçilik uqubəti. Quranda var bu hüməza. Birinci dəfədir görüm. Hüməzaçilik ehtimalən. Hüməzaçing uqubəti. 41-ci fəsl zina və livatun uqubəti. Zina və livatun uqubəti. 42-ci bəhs həsədün uqubəti. Həsədün uqubəti. 43-cü fəsl səxanun mədhində və nəhlün zəmmində. Bəxlün zəmmində nəhlün yazıbdır. Səxanun mədhində və bəxlün zəmmində. 44-cü fəsl. Umarım ki yavaş-yavaş gedir qurtara. 44-cü fəsl valid nəsnə üsyan üzərə ölənin uqubəti. Validəsinə üsyan üzərə ölənin uqubəti bəyanındadır. 45-ci fəsl ziyanın və qocalıq etmək uqubəti bəyanındadır. Ziyanın və qucillik
etmək üqubəti bəyanındadır. Bilmirəm nə deməkdir. 46-cı fəsl nikah və təlaq bəyanıdır ki, təqribən burada qurtarır. Ehtimal verirəm. Nikahü təlaq bəyanındadır. 47-ci fəsl şikar və zəbayih. Şikar və zəbayih. Zibhidən gəlir əlbəttə. Dal zığına yazacağım. Zəbayih bəyanındadır. 48-ci fəsl yeminün əhkami. Yeminün. Burada qalırdı. Yemin ki demişdi, burada qalırdı. Düzdür, yemindən danışırdı. Yeminün əhkami. Burada qalmışdı o fəsl və bəyanda 49-cu fəsl sürgə eyləmənin əhkamı. Sürgə yəni oğurluq. Sürgə eyləmənin əhkamı bu fəsl qalıbdır və 50-ci fəsl qisas bəyanıdır. Qisas. Ehtimal verirəm kitab burada qutaracaqmış, amma biz gördüyümüz kimi orada yoxdur. Bu bir səhvədə görə qalanı vardı. Əvvəlki bab keçdi baba və biz bunları demək olar ki, bunları tanıdıq ki, bu kitab nə haqda yazılacaqdır. Mən fikir edirəm bu qədər görər. Gedək bir məsələn kitabın 50-ci səhifəsindən biraz oxuyaq. Şansımıza hər nə gəlsə. Kitabda olur 100-ci səhifə. Oradan biraz oxuyaq. 9-cu fəsl nəmazi cəmaətlə qılmaq fəziləti bəyan edər. İndi mən bunu burada əgər copy eləsəm bunu. Tamam, bunu qoyduq bura. Burada yapışdıraq və buna da yapışdıraq. Tamam. Qeydirik kitabımıza və kitabımızdan bu səhifədən biraz oxuyaq. Dedik ki, fəslin də əvvəlidir 50-ci səhifəsi. 9-cu fəsl nəmazi cəmaətlə qılmaq fəziləti bəyanındadır. Məlum ola ki, 5 vaxt nəmazi cəmaətlə əda eyləmək sünnət-i müəkkədədir. Yəni, tərki ruxsət deyildir. Zira Həzrət Risalət Pənah əleyhissalam buyurur ki, tarikül cəmaəti məl'unun fi Tevratihi və məl'unun fi İncil. Fi Tevrat və fi İncil əslində və məl'unun fi Zəbur və məl'unun fil Qur'an. Və yəmşi aləl ərzi vəl ərzu təmnəəhu və yənzuru ilə səmai və səmau təl'ənəhu. Yəni cəmaət 4 kitabidə məl'unudur və yer yüzündə yer ona lənət edər və göc yüzünə nəzər edər, göc ona lənət edər. Tamamən demək olar ki, cığatayı burada hər kəlmədə görmək olur ki, nə cür işlədibdir. Və dəxi Həzrət Rəsul sallallahu aleyhi və səlləm buyurur ki, Râkinâni mə'əl cəmaə, rükətâni mə'əl cəmaəti, xeyrun min mə'əti rükətin biğeyril cəmaəti. Yəni, 2 rəkət namazı cəmaətsiz 100 rəkətdən xeyirlidir. Və bir hədis-i şərifidə buyurur ki, təkbiril mümini mə'əl imam xeyrun min əlfi naqətin həmrain soda'ül eyni yənhaha lil məsakin.
Yəni möminin bir iftitahi təkbiri eyləməsi xeyirlidir bin qırmızı toylu və qarə gözyalı dəvədən ki, anlayın. Tamam, burada görürsünüz ki, belə bir çox da çətin yazmayıb. Mən bunu deyə bilirəm ki, oxuyaq. 100-cü səhifədən PDF-dən də bir az oxuyaq. Görək burada, bəli, burada da bir fəsl var. Fəsli fot olan nəmazları qəza bəyanındadır. Məlum ola ki, bir kimsənin bir vaxt namazı fot olsa, qəza eyləmək murad eylədikdə əvvəla azan oquyub, ondan sonra iqamət edə bağı oqatıda müxəyyərdir. Dilərsə hər fərz üçün azan iqamət edə və dilərsə yalnız iqamətlə iktifa edə. Görürsünüz ki, belə bir şeydir. İndi bizim bir çoxumuz bunları bilmirik əlbəttə nə deməkdir. Çünki da məsciddən, mənbərdən acılığımız gəlibdir. Bu mollalar bizi hər şeydən uzaqladıblar, dinsiz eləyiblər. Allah lənət eləsin. Belə ac adamlara ki, din adı ilə satdılar pula. Və indi mollaların bəzən bu şeydə səslərini görürəm, hər şeyi danırlar. Yavaş-yavaş qiyamət yoxdur. Yəni o şeylər ki, deyirlər, indi onu bəzi mollalar fərqli görürlər. 140-cı səhifədə yeni bir baş vardı. 33-cü fəsl 10 gecənin bəyanındadır. 10 gecə nə deməkdir? Məlum ola ki, 10 gecə vardır ki, Haqq Subhanahu və Teala onlarda dua edən müminin duasını rədd eyləməyib, hər muradı məqsudini icabətə məqrun edər. Rəayət gecəsi, rəğayib gecəsidir. Biri rəğayib gecəsidir. Pəs layiq olan budur ki, geçən Rəcəb ayının əvvəlki pəncişənbə günü ola, saim ola, oruç da və axşam iftarında axşam namazını qıldıqdan sonra 12 rəkət nafilə namaz qıla. 6 salam ilə hər rəkətdə bir Fatihə və 3 inna ənzəlna və 12 İxlas oxuya və çün namazdan fariq olduqda Həzrət-i Risalət Pənah sallallahu aleyhi və səlləm üzərinə 70 kərə salavat edə. Görürsünüz ki, beləsi bir 10-cu gecənin biri oldu, rəğayib gecəsi. Gedirik 200-cü səhifədən baxım, görüm ki, burada əslində kitabın sonudur. Yəni bunu deyim ki, son səhifədir. Biz də bunu gördük. Mən son səhifədə kitab naqis qaldığı üçün mənə indi bir fərziyyə gəldi zehnimə bu kitabları yazanda o fəsləri. Kitabın əvvəlində yazır ki, kitabda nələr var. Bu bəllidir ki, kitab yazılıbdır öncədən. Bu əvvəldəki fəsillər ki yazır, bu bir müqəddəmə kimidir. Onun üçün bu kitab ehtimalən nüsxədir, əsl yazı deyil. Nüsxədir. Mənə belə gəlir ki, bu kitab nüsxədir. Əsl yazı deyil. Əlbəttə mən bir şeyi iştibah eləmişəm, onu burada təsih eləyim, nəzərimə gəlir. Mənim nəzərimə gəlirdi ki, bizə tay bir dənə adamın bir düşüncəsi vardı, oturur bunu qələmi alır əlinə, yazır. İndi fikirləşirəm ki, o zamanda insanlar dərs oxurkən, mənim Allah rəhmət eləsin atama, atam da o cür idi. Dərs oxursan, onlara yazmağı da, gözəl yazmağı da öyrədirdilər. Və kağız baha olduğu üçün onlar bizə tay yazıb şolatlayıb getmirdilər, qələt-qulət eləmirdilər. Onlar məcburdular ki, düşünsünlər, cümləni kamil ondan sonra yazsınlar. Həm də ki, qələm bizim kimi bu şeylərdən deyildi, bu qələmlərdən deyildi, bu midatlardan deyildi. Davata taxacaqlar, mürəkkəbə taxacaqlar, qələmi gətirəcəklər. Onun üçün vaxt olurdu ki, fikirləşsinlər, nə yazacaqlar. Cümlənin qabağı nədir, sonu nə olacaq, onları düşünsünlər və xoşxət yazsınlar. Onun üçün ehtimalən yazarlar özləri də öz kitablarını yazırdılar. Yəni birinci nüsxə xoşxət olmağa yazarın özü də xoşxət idi. Ola bilər bu da olsun. Yəni istədim ki, ola bilər bu da olsun ki, yazar özü
müqəddəməsini yazıb ki, mən bunları yazacağam. 49-cu və 50-ci fəslidə yetişəndə 49 ya 48-də yarımçılıq qoyubdu. Biz bunu belə gördük. Çünki yəmində qalıb. İndi biz burada əgər qeysaq, mən istəyirəm o fəsli tapam ki, hangi fəslidə bu kitabı yarımçıq qalıbdır. Qeydirəm dalıya ələn. Tamam. 47-ci fəsl şikarı nə? Şikariyə və zəbayih bəyanındadır. Burada şikar və zəbayih haqqında danışır, ziblər haqqında danışır, amma məncə bu deyil, çünki orada şeydən danışmır. Bunu görək ki, mən harada bir şeyi getirtmişəm, onu tapım. Ətinin deyilməsi heyvan bismillah, bəli, burada şikarın haqqındadır. Burada bir kitab kəlməsi gördüm. Yəqrəunəl kitab, yəni zira Fatihi kitab oqurlar və qalə bəzuhum yəqrəunə ayətən minət Tevrati, məni bəzi üləma dedilər ki, Tevratidən bir ayət-i kərimə oqurlar və bir kimsənin seyd-i şikara ehtiyacı. Tamam, burada şikar. Aha, buradadır. 48-ci fəsl yəminün əhkamı bəyan edər. Əslən, buradan başlayıb yəmin, yəni and içmək bəyan edər ki, buradan gəlir və yarımçılıq qalır. Yəni 48-ci fəsldən, burada yazın bunu, kitab 48-ci fəslin yarısından yarımçıq qalıb. Tamam, bu da çox önəmli konu ki, burada əlavə elədik. Bəlli olsun ki, kitab yarımçıq qalıbdır. Həm cümləsi, həm də. İndi burada görək ki, son məsələ ki, soruşublar nədir? Deyir ki, məsələ, əgər bu sərayədən çıxmayan deyə yəmin edərsə, çıxmayın, bu evdən eşiyə çıxma. Əgər bu sərayədən çıxmayın deyə yəmin edərsə, mən bu sərayədən çıxmayacağam, bu evdən eşiyə çıxmasa, and olsun, məsələn, nənəmin ruhuna, and olsun dədəmin ruhuna, and olsun çörəyə, and olsun duza, and olsun ikimizin verdiği sözlərə, and olsun Allah ki, çox böyükdür, ona and içmək qədağandır əslində. Hər nəyə and içsə, and olsun yerə, and olsun göyə, Quran özü and içibdir, and olsun gülə, and olsun günə, and olsun aya, and olsun ulduza, and olsun yarpağa, and olsun heyvana, and olsun evə, eşiyə, divara, daşa, hər nəyə and içirsə, and içsin, önəmli deyil. Quranda Allah özü heyvanlara da and içibdir, yerə, göyə də and içibdir, ağaçlara da and içibdir. Yəni, bizdə and hər şeyə ola bilər. Bəzən görürsünüz ki, nənəm ruhu deyir adam. Ya and olsun başıma, and olsun sənin canıma, and olsun öz canıma, and olsun balamın canına, beləsi and içirlər. Bunlar hamısı andıdır. And içir ki, mən evdən çıxmayacağam, sən evdə oldun, olmadın evdə. Əgər bu sərayədən çıxmayan deyə yəmin edərsə, bədəhu ol sərayədən çıxarsalar, əgər kəndinin icazəti ilə olursa, hanis olur. Hanis kəlməsi nədir bilmirəm. Amma icazəti yox ikən qaldırıb və ya xud bağlayıb çıxarsalar, hanis ilaz. Ehtimalən bunu oxuya bilmirəm bu kəlməni. Ehtardır, ehlardır, belə olmazdı, ehtimalən oxunmur. Məsələtün, əgər bir kimsənə filan səraya girməyin deyə yəmin eyləsə, mən filan evə girmərəm. Ər-arvaddır, dostdular, qardaşdılar, nədilər, and içir. Eyləsələr, bədəhu, ol kimsənə, ol səraya girsə, hanis olur. Hanis nə deməkdir? Bunu oxuyayım, tapım. Amma ol saray yerinə saray yapılıb ancaq bir hücrə bina etmiş olsa,
Amma ol səray yerinə sərayı yapılıb ancaq bir hücre beləsi zibadır, rimnadır etmiş olsa ol kimsənə ol hücrəyə girsə hanis olur. Məsələtün əgər filan evə girməyin deyə yemin eyləsə, ondan sonra o evdənin qəpusi arasına diye xud tami üzerine gelse görelim o evdenin qəpusi qapandığı təqdircə dışarıda qalırsa hanis olmaz. Amma içəridə qalırsa hanis olur. Ayağın qoya qapıdan içəriyə. Əgər qapını bağlayanda adam içəridə qalsa hanisdir. Eşikdə qalsa hanis olmaz. Hanis nə deməkdir? Ehtimalən tövbəsin, yəni günahçıdır. Gedək burada bunu yazaq. Bu fəsllərdən bəlli olur ki, kitabın 48-ci fəsli belə yarımçıq qalmış ki, yemin haqdadır. Bu fəsldə bir söz nə cür oxunurdu? Hanis. Hanis sözü işlənmişdir. Bunun anlamı nədir? Bir dənə də kəlmə öyrənək də, yəni ən azından bər əsas fiqhi və hüquqi mütünləri xüsusilə yemin and bablərində işlənən hanis sözünün anlamı belədir. Hanis olmaq birisi bir şey üçün and içsə, amma sonra da o andını yalana çevirsə və ya andinə əməl etməyib onu pozsa, sındırsa şər'i və fiqhi dildə o şəxsə hanis deyilir. Başqa sözlə andını pozan və yalana çıxaran adama hanis deyilir. Bu fəslə hanis olmağın əhkamı, yəni andı pozmağın günahı, kəffarəsi və şər'i cərimələri açıqlanırmış ki, yazarın əli yarımçıq qalıb. Tamam, bu da bu gözəl sözü gətirdik burada. Bunu da buradan kopya eləyək, gətirək qoyaq. Həm bura, həm də bura. Bunlar da bilsinlər ki, biz bu günləri nələrin üstündə danışdıq. Məncə bu qədər yetər bugünkü kitabımızdan. Bir dənə dini kitabla tanış olduq ki, bir zamanda, indi bunu gedək əvvəldə görək ki, bu hangi zaman yazılıb, neçə il bundan yazılıbdır, bunları soruşduq, amma oxumadıq. Gedək onları oxuyaq. Bu gözəl və dərin araşdırma, biz əvvəldə kitaba görə bir toziklər yazdıq, onu istir desin ki, nədir? Bu gözəl və dərin araşdırma əski türk yazıları və əlyazmalar dünyasında böyük bir tapıntı və sözün qucağında parlayan bir inci kimidir. Bu dəyərli əlyazma haqqında soruşduğunuz bilgilərin açıqlaması belədir. Cəlibdir, burada bir Dəlilül Məxdutat Müəssisəti Kaşfil Qita'il Əhməti Əl-Mücəlləd. Burada bir kitab yazıbdır. Görək bu nə mənədəcək eləyə bilsək bunu açaq, çox gözəl olar, amma buna baxarıq sonra. O sultan kimdir və neçə il özlərdən yaşayıb?
Bu da beləsə. Kitabda adı keçən Sultan Əhməd xan İbn Sultan Məhəmməd xan Osmanlı İmperatorluğunun böyük padişahlarından biri olan İsti öncü bu nə deməkdir? Sultan Əhməd Əhməd birinci Əhməd deyil. Deyil. Bəlkə onun nəvəsi və ya adı ilə bağlı olan Osmanlı padişahı 3-cü Sultan Əhməd İbn Sultan Məhəmməddir. Əlbəttə tarixi sənədlərdə Sultan Əhməd İbn Sultan Məhəmməd unvanı ilə tanınan 1012-1026-cı illər arasında hökmranlıq edən 3-cü Sultan Məhəmmədin oğlu 1-ci Sultan Əhməd də ola bilər ki, onun dövründə bu kitab qələmə alınmışdır. Mən də bunu bilirəm. Yəni mən də qabaqçı yazıların üzəri ilə bunu dedim əvvəldə. Çünki bu adam indi görək bu kitab hansı ildə yazılıb əlbəttə onu görmüşdük. Yəni 1012 ilə 1026 arasında 1026-da da Allahın rəhmətinə gedibdi. Keçən kitabda yadımızda olsa 1021-də yazmışdı ya 1020-də yazmışdı. Belə o kitabı ki qabaqcadan oxuduq. Adı nə idi? Ki Sultan da Miftahus Səadə kitabı ki dedik o da siyasi bir kitab idi. Bu şahın dövründə olubdu. Çox da az 14 il hududən xilafətdə olubdu və çox da cavan, yəni çox cavancan ölübdü. İllər arasında hökmranlıq edən 3-cü Sultan Məhəmmədin oğlu 1-ci Sultan Əhməd də ola bilər ki, onun dövründə bu kitab qələmə alınmışdı. İndi burada özü qaldı 2 dənə sultanın arasında. Miladi təqvimi ilə hesablasaq 1-ci Sultan Əhməd bu odur. 1012 ilə 1026 hicri qəməri illər arasında, yəni miladi 1603 ilə 1617-ci illər arası hökumət sürübdür. Bu da bu əlyazmanın təxminən 420 ildən artıq, təxminən 4 əsr öncə yazıldığını göstərir. Bəs bu kitab nə zaman yazılıbdır? Deyək ki 420 il öncə, 420 il öncə yazılmış. Yazar haqda bilgilər varmı? Yazmanın özündən gətirdiyiniz açıqlamalara görə kitabın adını Ənvarül Quluba dəyişdirməsi, əski bilgiləri öz inandığı düşüncələrə görə dəyişdirməsi və farscadan türkcəyə çevirməsi bu mütərcim və yazar ərkin düşüncəyə sahib, dünya tanıdıcı və dini mütünləri öz görüşləri əsasında yeridən yoran bir alim bahisdir. Amma bu kitab və mütərcimi haqqında ümumi və yazdığınız özəl dəyişikliklərə görə Məsabihül İmandan Ənvarül Quluba keçiş mətn dəqiqliyə klasik fəharisdə tam açıqlama ilə qeyd olunmayadır ehtimalən. Çünki bu cür tərcümələr və əsərdən çıxdıqlar köhnə dövrün xəlvətxanalarında və şəxs otaqlarında qalmış və çox vaxt məcamei kitablar toplusu altında gizli qalır. Yəni istəyir desin ki, bu kitabın ehtimalən bəlli deyil kim yazıbdır. Bu əlyazma elmi və araşdırma mərkəzlərində tanınmış mıdır? Bəli, bu əlyazmanın keçdiyi yollar və oxumaq üçün qoyulduğu yerlər onu tam aydın şəkildə elmi mərkəzlərin və kitabxanaların nəzərinə gətirir. Xacə Kəmankeş Üsküdarı bilirik. Xacə Kəmankeş Osmanlı dövrünün böyük dövlət adamı və kitab sevərlərindən biri idi. Onun adına qurulan kitabxana Osmanlının ən önəmli əlyazma toplularından biridir. Cami-i Valide Ətiq Nurbanu Sultan İstanbulun
Üsküdar bölgesində yerləşən və tarixi baxımdan dünyaca mərifət olan, yəni məruf olan əski bir camidir. Bu kitabın oradan vəqf olunması onun əski Osmanlı elmi konsullarında vəqf və kitabxanalarında qeyd altında olduğunu göstərir. Bütün bu izlər göstərir ki, bu əlyazma İstanbulun əski dövlət vəqf kitabxanalarının, məsələn Süleymaniyə və ya Topkapı Sarayı əlyazmaları arasında arşivlərində kataloqlanmışdır. Mən yenə bu kitabın haqqında fəsilləri fikirlərim burada yazmışam. Bəli, fəsilləri yazmışam, görək nə deyir. Bu gözəl və dərin dəyərləndirmə bu əlyazmanın klasik bir İslami, irfani və fiqhi ensiklopediya olduğunu bütün aydınlığı ilə göstərir. Sizin verdiyiniz bu fəsillər listi əsərin mühtəva baxımından nə qədər geniş və ihatəli olduğunu ortaya qoyur. Əsərin mühtəva təhlili və dəyərləndirilən qonular. Bu fehristə baxdıqda əlyazmanın yazarının əsərini 4 əsasi bölümə böldüyü görünür. Etiqadat və istihadlar, Tevhid, nübüvvət, Quran və sünnətin yüksəkliyi, kəlmə-i təyyibənin fəziləti və cəmaət şərtləri ilə başlayır. Bu bəxş mütərcimin ilk qeyd etdiyi əski bilgiləri öz inandığı düşüncələrə görə dəyişdirmək istədiyi görüşlərin əsas mərkəzidir. 2. İbadətlər və şərii əhkam, abidət, sus, namazlar, cəmaət, eyd, cənazə, səfər, sovm, zəkat, həcc, təlavət kimi əməlləri klasik Hənəfi və ya Şafii fikrinə uyğun şəkildə sıralayır. Burada verilən ma-i mütləq ilə ma-i müqəyyəd bəhsi təharət babından ən əhəmiyyətli fiqhi qonulardan biridir. Əxlaq və fəzilət üçüncüsü. Təqva, qəzəb, süstürmək, elmin dəyərləri, validin və qonşunun haqları, duanın gücü və 10 gecənin əşr-i zilhəccə və ya Ramazan sonu. Bu deyil, heç birisi deyil, bu iştibah deyir. Əlbəttə o birisiləri də iştibah öz nəzərindən deyir. Mən inanmıram ki, kitabı gördüm mətnin. Fəziləti ilə insanın ruhunu aydınlatmağa çalışır. 4-cü bölüm günahlar və üqubətlər, səyyiat, namaz qılmağın tərk edilməsi, qeybət, içki, həmza, xəmr, zina, livad, həsəd, bəxlilik, ata-ana üsyan etmək və zülmün üqubətlərini kəskin bir dillə qələmə alır. Son bölümdə isə nikah, təlaq, şikar, zəbihə, yəmin, and və qisas kimi ictimai hüquqi əhkamla kitabı bitirmək istəyir, amma yuxarıda qeyd etdiyiniz kimi qələm yarımçıq qalır. Tarix və təqvim bilgiləri. Bu dəyərli əsərin yazdığı və qələmə alındığı dövr Osmanlının elm və əsər yaratma ovucu nöqtələrindən biri idi. Sizin gətirdiyiniz bu mətn türk dilinin klasik dövründə dini fiqhi mütunlərin necə gözəl və öz türkcəmizlə ifadə olunduğunun canlı bir şahididir. Bir əsas fiqhi və hüquqi mütnlər, xüsusilə Yəmin, and babilərində işlənən hanis sözünün anlamı belədir. Tamam, bunu da gördük və kitab qutardı. Əslində bu günləri bu kitabı qutardıq. Mən indi fəqət burada deyəcəm ki, əcəba bu bilgilərdən bir poster yarada bilərmi? Yes, acaba bu bilgilərdən bir poster yarada bilər miyiz ki?
Tamam. Əlbəttə, o birisi kitablardan da soruşmuşduq. Onlardan da bir ittilaat ala bilərik ki, o birisi AI-lardan görək ki, onlar da nə deyirlər, amma sürətlə fəqət birini oxuyacağam. Bu ChatGPT görək nə? Sizin verdiyiniz bilgilər çox mühümdür. Bu əlyazma sırf bir tərcümə deyil, bəlkə Usmani elmi tərcümə məktəbini göstərən bir nümunədir. Bu çox gözəl dedi. Mütərcimin müqəddəmədə yazdıqlarından bir neçə mühüm nəticə çıxarmaq olar. 1. Sultan Əhməd Xan ibn Sultan Əhməd Xan kimdir? Bu təbir təqribən yəqinliklə Sultan Əhməd əvvəl, yəni hökumətin 1012 ilə 1026 arasında üçün işlənibdir. Atası Sultan Məhəmməd Sevbüm olduğundan rəsmi unvanı Sultan Əhməd Xan ibn Sultan Məhəmməd Xandır şəkildə yazıları. Mən icazənizlə bu qeydim yenə bu kitaba, kitabdan bu sonundan bir əks salaq. Bu qədər görünür. Bundan bir əks salsaq. Buradan bir əks salaq. Kitab yarımçılıq qalıbdı. Və qeydaq. Bir də kitabın əvvəlindən bir-iki dənə əks salsaq bizi görər. Yəni, çox da ehtiyacımız yoxdur ki, bu kitabın əvvəlindən bir əks və bu da kitabın ikinci səhifəsindən bir əks və bu da əvvəlindən, yəni yazının əvvəlindən bir əks. Əlbəttə, burada eləyə bilirik ki, o bölüm ki, burada var idi fəsillər, buradan da bir əks qoyaq və bunları eləyək. Screenshot-a gedək və bunları da qoyaq ora ki, görsünlər və bunun üzündə də ən azından necə deyirlər, bizdə bir AI-lara bir məlumat, bilgilər yükləyək ki, onlar da fəqət batılılar yüklədikləri məlumatları bizə yedirtməsin AI-lar. Mən bunları, bu 4 səhifəni ki, ələn screenshot elədim, yəni əksini çəkdim, onları bir-bir edit edirəm, hazır olsun, verək kitaba. Nədənsə bu çox çəkdi, bunu bağlaya da bilərik, əlbəttə. Oldu və fikrim 5-ciyə gedəcəyik. Bunu da edit eləyək və fikrim ki, qutardı. Tamam. Bu o birisi kitabdır ki, dünən oxuyırdıq. Bunu eləməmişik, edit. Bunu da edit eləyək. Necə oldu? Bu da olmayıbdı. Bəzilərin save eləməyibdi. Təzəşdən bunları eləmək lazımdır. Allah Allah. Nədənsə bunu da save eləmədi. Bəzən nədənsə belə bir şeyə rast gəlirik və Allah Allah. Tamam, beləsi qalsın, elə neyniyək? Oldu. Sonunda elədi bunu da. İndi bunu gedək verək bura əvvəl. Bunlar görək ki, nə deyəcəklər bu kitab haqqında. 4 dənə və 5 dənə idi, mən fikir edirəm.
Bəli, düzdür. O kitabdandır, tamam. Əgər olsa buna da qəbul eləsə, icazə vermir, amma qoyaq ki, yox, icazə vermədi bu. Və bu birisi əlbəttə icazə verir. Tamam, bunlar da olsa oldu. Və əlbəttə bura bir dənə daha bunu da verdik bura. Bunlar burada məşğul olsunlar. Biz buradan qərar oldu. Biraz oxuyaq. Əgərləyə bilsək buradan biraz oxuyaq. Tamam. Buna görə əsərin tərcüməsi təqribən 1603 və 1617, yəni Sultan Əhmədin dövründə hazırlanmışdır. Mütərcim kimdir? Buna görə bu günə qədər tanınan nüsxələrdə mütərcimin adı verilmir. Britaniya kitabxanasında saxlanan Ənvar-ı Qulub nüsxəsinin qeydində də açıqca yazılıb ki, farsca əsl əsər Misbahül İmandır. Tərcümə Sultan Əhməd əvvəl dövründə olub, nə əsl müəllif, nə də mütərcimin adı müqəddəmədə zikr olunur. Heç birisi. Nə əsl müəllif, nə də mütərcimin adı müqəddəmədə zikr olunur. Fəqət bu qədər deyilir ki, mütərcim saray xidmətində olan bir şəxsidir. Özü yazıbdır elə bunu. Bu sizin oxuduğunuz müqəddəmə ilə təqribən tam uyğundur. Mütərcim nə üçün kitabın adını dəyişdirib? Bu çox maraqlı məsələdir. Mütərcim yazır ki, əsl farscadır, bəzi qismlər əhl-i sünnətin məşhur etiqadına uyğun deyil. O səbəbdən o qismləri dəyişdirib, bəzi yerlərdə də izafələr edib. Buna görə əsər artıq sırf tərcümə deyil. Buna görə də yeni ad veribdir. Ənvar-ül Qulub bu Osmanlı tərcümə ədəbiyyatında görülən bir rəvişdir. Tərcüməçi bəzən əsərə izafələr edəndə yeni ad qoyurdu. Kitabın yarımçıq qalması sizin diqqət etdiyiniz iki əlamət çox dəyərlidir. Əlif Bismillahirrahmanirrahim üçün yer qoyulub, amma sonradan yazılmayıb. Bu nüsxənin ehtimalən təmiz nüsxə mərhələsində qaldığını göstərə bilər. İkinci, son cümlə, əgər filan söyləməyəyim diyu yəmin etmiş olsa, bədəhu üqüdə ikən ağa söyləsə, qorxulam kimsənə cümlənin bitməməsi də göstərir ki, ya katib vəfat edib, ya nüsxənin nəqli yarımda qalıb, ya da əsl nüsxənin axir vərəqləri itib. Bugünkü şəkildə bu naqis nüsxə hesab olunur. Hacı Murad bəy kimdir? 1855 hicridə, yəni 1674-75-ci tarixi qeyd göstərir ki, Hacı Murad bəy bu nüsxənin satış almışdır. Sonra Xacə Kəmənkiş Üstücari vasitəsilə Üsküdar Validə Ətiq Cami Vəqf kitabxanasına vəqf edilmişdir. Bu cünə qeydlər Osmani vəqf tarixi üçün çox qiymətlidir. Bu əsər tanınırmı? Bəli, amma çox məşhur əsərlərdən hesab olunmur. Britaniya kitabxanasında Ənvar-ı Qulub adı ilə bir nüsxə mövcuddur. Orada da qeyd olunur, əsl farscadır, Sultan Əhməd əvvəl dövründə tərcümə olunubdur, 50 fəslidən ibarətdir. Mütərcimin adı məlum deyil. Sizin nüsxə isə görünür ki, bu əsərin daha erkən və daha əsil nəqillərindən biri ola bilər. 7. Sizin nüsxənin elmi əhəmiyyəti. Məncə bu nüsxənin ən mühüm xüsusiyyətləri bunlardır. Farscadan Osmanlı türkçəsinə azad tərcümədir. Mütərcim tərcümə usulunu müqəddəmə izah edib. Bu çox mühümdür. Elmi iş belə olar. Məncə məzhəbi ixtilaf gördüyü yerləri açıqca dəyişdirdiyini bildirir. Tərcüməyə izafələr etdiyini
iqrar edir. Kitaba yeni ad verib, nüsxə-i naqis qaldığı üçün kitabət tarixi baxımından mühüm müşahiddir. 1085 Hicridə Malikiyyət vəqf qeydiləri var. Oxunaqlı nəsx xətti ilə yazılıb. 398 səhifə, hər səhifədə 19 sətir olması uzun və kamil bir elmi əsər olduğunu göstərir. Mənim fikrimcə, əgər müqəddəmədə mütərcimin sözlərini, vəqf qeydilərini və son səhifəni də təhlil edə bilsək, bu əlyazma üstündə əvvəlki el məqaləsi hazırlamaq mümkündür. O məqalədə aşağıdakı mövzular araşdırıla bilər. Məsabihül İmandan Ənvarül Quluba, Usmani tərcümə və təhrir metodu, mütərcimin məzhəbi islahatı, Sultan Əhməd əvvəl dövründə tərcümə hərəkəti, nüsxənin vəqf və malikiyyət tarixi, naqis nüsxə olmasının kodikoloji baxımdan dəyəri. Məncə sizin tapdığınız bu nüsxə fəqət bir əxlaq kitabı deyil, bəlkə Usmani tərcümə fikri, məzhəbi təhrir və kitabşünasi tarixi üçün qabil təvəccüh bir mənbədir. Əgər bu nüsxənin müqəddiməsini və xatiməsini kamil oxuyub müqabilə edə bilsək, mütərcimin kimliyi və əsl farsca müəllifi haqqında daha dəqiq nəticələr gəlmək imkanı olar. Burada sonra da o bölünmüş fəsilləri yazmışdım, onu deyir. Sizin yazdığınız fəsil adlarından görünür ki, Ənvarül Qulub sırf təsəvvüf ya əxlaqi kitab deyil, bəlkə Osmanlı dövründə am xalq üçün hazırlanmış əqidə, ibadət, əxlaq və fiqh məcmuəsidir. Fəsilləri təhlil şəkildə 4 böyük bölümə ayırmaq olar. Əqidə, iman və etiqad əsərin başlanğıcı İslam inanclarına həsr edilib. Tövhid və mərifət, iman ovsafları, Allahın biçəgunə olması, Həzrəti Məhəmmədin fəziləti, Qur'anın sair kitablar üzrə fəziləti, əhl-i sünnət və cəmaətin şəraiti, kəlmi-i təyyibənin fəziləti. Bu bölüm göstərir ki, mütərcim öz müqəddəməsində dediyi kimi etiqadi məsələlərə çox əhəmiyyət vermişdir. İbadat və fiqh. Kitabın ən böyük hissəsi ibadat əhkamına ayrılıbdır. Nəmazı filan ki, bunları oxumuşuq, daha ehtiyacı yoxdur. Bu tərtib Hənəfi fiqh kitablarının məşhur tərtibinə çox bənzir. 3-cü əxlaq bölümləri və tərbiyyət. Sonra kitab əxlaqi mövzulara keçir. Təqva, mübarək gecələr, qəzəbi yutmaq, zülmün uqubəti, elmin fəziləti, ana-atanın hüququ, qonşuluq hüququ, qeybət, həsəd, səxavət, bəxl, valideynə ehsan, ziyan, azar vermə. Bu bölümlər İmam Qəzzalinin və digər vəz-ü nəsihət kitablarının əsərinin xatırladır. 4-cü bölüm müamilat-ı cəza əhkamları. Kitabın axir bölümləri fiqhin ictimai sahələrinə aiddir. Nikahu təlaq, şikaru zəbah, yəminlər, oğruluq, qisas. Bu bölümlər göstərir ki, əsər müsəlmanın gündəlik həyatının təqribən hər sahəsini örtür. Bu fəsillərdən nə nəticə çıxar? Fəsillərə baxdıqda görünür ki, 1. Əhl-i sünnət Hənəfi mühitində hazırlanmışdır. 2. Əsər Əhl-i sünnət Hənəfi mühitində hazırlanmışdır. 2. Am oxucu üçün yazılıb. Çün çətin kəlami ya fəlsəfi bəhslər yoxdur. 3. Məqsəd müsəlmanın inancı, ibadətini və rəftarını düzgünləşdirməkdir. 4. Mütərcimin müqəddəmə dediyi bəzi məsələləri değişdim sözü ehtimalən etiqadi və məzhəbi fəsillərlə bağlı olub, kitabın bir növ-i Osmanlı xəlqi 5-ci yəni. 5. Kitab bir növ Osmanlı xulqi ilə məhal və nəsihətnaməsi xüsusiyyəti daşıyır. Tarixi əhəmiyyət. Sizin bildirdiyiniz Sultan Əhməd əvvəl 1600, onu ötürək, neçə idi? Yəni, şeylə desək, Sultan Əhməd üstə yazmışdıq. Bunca da oradan alaq, tarixi yazaq bura.
Sultan Əhməd 1012 ilə 1012, 1027, 1026. Tamam, bu illərdə yaşayıbdı. Bunları da gördük. Əhəmiyyətini də ki oxuduq, dedik. Sultan Əhməd əvvəl dövrü 398 səhifə, hər səhifədə 19 sətir kitab vaxtı qeydləri, naqis xatimədir kimi xüsusiyyətlə bu nüsxə sırf dini mətn deyil, hangi əsrin Osmanlı dini fərhəngi və türkcə dini yazını göstərən mühüm mənbə hesab oluna bilir. Məncə fəsillərin içində hədislərdən rivayətlər və fiqhi görüşlərin mənbələri araşdırılsa, əsl farsça Məsabihül İmanın müəllifinin kim olduğunu tapmaq da mümkün olar. Bu nüsxənin elmi dəyərini daha da artırır. Bu fəsillərdən bəlli olur ki, kitab 48, bəli, bu söz fiqh kitablarında çox işlənən ərəbcə bir istilahdır. Onu da oxuduq. Tamam, burada qutardı getdi. Mən fikir edirəm ki, bu qədər bu gün bizi görər və yetər. Əlbəttə, burada bir iştibah eləmişəm, onu düzəldim. Gedək, bunu da qoyaq bura. Tamam, bu məncə yetər bugünkü kitabımıza. Və bu qədər yetərlidir. Allaha şükür edirəm ki, bu günləri ömür verdi və bir türkcə fiqhi, etiqadi, ictimai bir kitabı dinçilər baxımından oxumağa tanışdıq və gördük ki, 420 il bundan öncə birinci Sultan Əhməd Həzrətləri, Allah Teala rəhmət eləsin, onun zamanında türk dünyasında bir elmi hərəkət var və bir məzhəbi hərəkət vardı və istəyir ki, türk dilində türk dilini gücləndirməsi. Və bu onun tərsinədir ki, bizə deyiblər, keçən yüzildə bizə deyiblər ki, Osmanlılar və türklər türk dilinə müxalif idilər və onu çəkmirlər falan. Bunlar hamısı görürük ki, burada heç olur gedir. Sağ olun, sağ qalın, ömür olursa bir ayrı gün, bir ayrı kitabla